Wow, praise the Lord. Aman Tanrım, şükür Tanrıya. The convention band. Konfransın musiqi qrupu heretamizdir. Şükür Tanrıya. You know, just as they were singing that song, I was Onlar bu thinking about ilahini oxuduqca some qulaq worry asırdım, that I had düşünürdüm this ki summer. müəyyən narahatçılıqlarım olmuştu Yeah, bu yay seriously, I was in my fəslində. Doğrudan backyard, I was just thinking mən worry. öz bağçamda And then all of a sudden I işləyirdim, told this to the narahat people in idim Montreal, the və birds sonra came Montrealdəki down. adamlarıma dedim ki, birdən quşlar gəldi, fərqli növ quşlar bağçamda və düşünürdüm ki, mən bir adam olaraq durmuşam orada, bu quşlar da cəhcəh salır, oxuyur və Tanrı ziyarət edib öz yaradılışı vasitəsilə bizə danışır. Heretamizdir. Gözəl konfransımız baş verir. Zövq alırsınız, həzz alırsınız. Neçəniz göydə görüb təyyarələrin uçduğunu? Böyük bir qüdrətin nümayişi idi Amerikada. Və bilirsiniz, Kanadada da təyyarələrimiz var. Niyə görə gülürsünüz? Yəni, Winnipeg, deməli, Jets, hokey komandamız var Kanada. Bilmirəm nəyə görə bunun məzəli olduğunu düşünürsünüz. Amma neysə, Kanadadan danışdıqca istərdim. Kanadadan olanlardan xahiş edim. Həyat yoldaşım buradadır. Lütfən ayağa qalxardın. Montreal kilsəsindən və Kanadadan gələnlər varsa, lütfən ayağa qalxın. Lütfən. Bəli. Kanada əhlimiz buradadır. Montreal, Vancouver'dən Jason buradadır. Məncə o buradadır. Toronto'dan Ivan buradadır. Winnipeg'dən də komandamız var. Winnipeg Jets pərəstişkarları, Quebec şəhəri heretamiz. Çox sağ olun, əyləşə bilərsiniz. Lütfən Kanada üçün dua edin. Hər zaman mənim üçün imkandır ki, bunu sizdən xahiş edim ki, Kanada üçün dua edəsiniz. Və biz Quebec vilayətində yerləşirik, Montreal şəhərində. Bir qanun, deməli, təsdiq olunub ki, burada gəlir ki, tezliklə bu qanun xüsusiyyətləri, yəni bu qanuna görə biz indi Bibliyaya aid və ya dinə aid olan bir tədbirlər küçədə görə bilmirik, yəni ofisimizdən çölə çıxa bilmirik. Kanada üçün dua edin. Eləcə də eşitmişəm ki, hardasa şəhərdə şirlər, deməli, quyusunu, deməli, tikirlər. Yəni, bilmirəm, zarafat oldu bu yoxsa yox. Amma Bibliyalarınızı lütfən açın mənimlə birlikdə. 1. Şamuel və sonra Vəhiy kitabı 2-ci fəslə müraciət edəcək. Bu, bizim konfransımızın mövzusudur. Amma əvvəl 1. Şamuel 14-cü fəsli açın. Mən düşünürdüm ki, heretamizdir ki, biz doktrinlərimizə nəzər keçiririk və bizim pastorlarımız araşdırıb, düşünüb, mütaliə edib, bitirmiş iş barədə və pastor bu həftə boyunca danışırdı. Bitirmiş iş, əgər bitirmiş işi anlayırıqsa, onda bizim Məsihin bədənində heretamiz həyatımız var. Və anladığımıza görə biz bitirmiş iş xidmətini sevirik. Nəticədə bizim çox sağlam bədən həyatımız var. Bu həftə bunu görürük, şahidik. Eləcə də keçən axşam və bugün səhər eşitdik ki, əgər bitirmiş iş təlimimiz varsa və sağlam bədən həyatı varsa, Məsihin bədənin həyatı, onda həyatında ruhani istiqamət var. Və bunları bir neçə dəqiqə ərzində düşünmək istərdim sizinlə birlikdə ki, ruhani istiqamətimiz var. Və burada 1. Şamuel 14-cü fəsildə bir neçə bəndlər, və 1-ci bənddən başlayaq, burada deyilir ki, bu bir gün Şaulun oğlu Yonatan silahdarı olan nökərə dedi, gəl, qarşı tərəfdə olan filistlərin keşik dəstəsinə keçək. Lakin
bunu atasına bildirmədi. Ondan sonra bu hekayənin daha dərinliyini görürük. 6-cı bənddə deyilir ki, Yonatan silahları olan nökərə dedi, gəl bu sünnətsizlərin keşik dəstəsinə keçək. Bəlkə Rəbb bizim üçün bir iş gördü. Çünki həm çox, həm də az adamların üzərində qələbə çalmaq üçün Rəbbə mane olan yoxdur. Qaydaq 2-ci bəndə. Şaul isə Gibeya kənarında Miqrondakı nar ağacı altında oturmuşdu. Yanındakı xalq 600 nəfərə qədər idi. Deməli, dua edək. Ya Rəbb, sənə minnətdarıq. Çox sağ ol bu konvensiyaya görə, konfransa görə. Çox sağ ol bizim aramızda gördüyün işə görə. Çox sağ ol ki, sən burada bizim aramızdasan. Sənin huzurun buradadır. Minnətdarıq sənə, ya Rəbb. Lütfən bu axşam bizə danış. İnsanlara öz şəfanı ver, bizə xidmət et. Sənin əziz adınla isə dua edirik. Amin. Daha sonra biz Vəhiy kitabı 2-ci fəsil 7-ci bəndə oxuyacaq. Və bu konfransın mövzusudur. İsa burada danışıb deyir, bir qulağı olan qoy eşitsin. Eşitsin ki, Rəbb kilsələrə nə deyir? Qalib gələnə Allahın cənnətində olan həyat ağacından yeməyə imkan verəcəyəm. Deməli, 1-ci Şamuelə 14-ü oxuduq. Orada Şaul və Yonatanın hekayəsini görürük. Və bunlar iki rəhbərdir. Onların fərqli ruhani istiqamətləri var. Bir-birindən fərqli olan. Biri yayınıb istiqamətdən, digəri isə Allahı axtarır. Yonatan Allahı axtarırdı. Biri 600 nəfərə rəhbərlik edir, digəri isə bir nəfərə rəhbərlik edir. Onun silahdaşı, onun ardıcı gedirdi. Amma Yonatan Allaha bel bağlayırdı. Nədir bizim ruhani istiqamətimiz? Yəni biz Allahı axtarırıqmı? Kim və nəyə mən qulaq asıram? Qulaqlarımı kimə və nəyə verirəm? Vəhiy kitabı 2:7. Yeri gəlmişkən bu xidməti çox sevirəm. 1990-cı ildə bu xidmətə qoşuldum və pastor Vəhiy kitabını öyrədirdi bizə o vaxt. Və həyatım boyunca bu xidmətdə biz Vəhiy kitabını öyrədirik və biz Vəhiy kitabını öyrətməliyik. Vəhiy kitabı nədir? Vəhiy kitabı Məsih haqqında danışır. Bu Məsihin vəhyidir elə. Birinci bəndin özündən başlayır ki, bu Məsihin vəhyidir. Bu Vəhiy kitabıdır. Bilirsiniz, Vəhiy kitabında yeni bir şey yoxdur. Nədənsə qorxmalı bir şeyimiz də yoxdur. Amma 800 istinad var əhd-i ətiqə. Vəhiy kitabı Tanrının artıq dediyi sözü təkrarlayır. Və bu İsa Məsihin kitabıdır. İsa bizə danışır. İsa bizi hazırlayır danışdığı sözlərlə. İsa istəyir ki, həyatımızda yön olsun, istiqamət olsun. Belə ki, Tanrının ruhu danışır kilsəyə, öz adamına. Siz hiss edirsiniz ki, Tanrının ruhu bu həftə boyunca vəzlərdə bizə xidmət edir və məndə o qeyd var idi ki, 2 gündür ki, Rəbb sənə danışır və bu mənə bir çağırış atırdı. O fikir ki, mən istəyirəm ki, Rəbb mənimlə danışsın. Biz istəyirik Tanrının kilsəyə demək istədiyi sözləri eşidək və Tanrıya şükür olsun buna görə. Həyatımızın məqamı gəlir ki, istər vəz vasitəsilə və ya Tanrının sözünü oxuduqca və ya dua etdikcə Tanrı birdən bizə danışır. Biz ruhun danışdığını eşidirik. Ona görə də biz konfranslara gəlirik. Və bu parçada İsa özü Vəhiy kitabında danışır və Efes kilsəsinə 10 heyrətamiz şeyi qeyd edir ki, kilsə nədən yaxşı keçir, nəyi yaxşı edir. Və sonra da onları islah edir, bir islahı da var. Və deyir ki, sən ilk məhəbbətini tərk etmisən. Bu da bizim mübarizəmiz olan yerdir. Kilsələrimizdə, həyatımızda bu mübarizə ki, vacib olan şeyi buraxmayaq. Biz İsanı tərk etmirik. Biz xilasımızı itirə bilmərik, amma biz
ilk məhəbbətimizi tərk edə bilərik. maybe won't be first place in our İsa lives, and this bəlkə is our battle. həyatımızda birinci yer artıq tutmur. Satan Və bu da wants to mübarizəmizdir. rob us of Çünki life. şeytan bizi həyatdan, Love for Christ, həyatımızdakı love for məhəbbətdən, his people, Məsih olan love for məhəbbətdən souls. məhrum etmək istəyir. Qəlbləri Why? Because sevməkdən məhrum love etmək istəyir. gives us Niyə? Çünki spiritual məhəbbət direction. bizə ruhani istiqamət verir. And maybe we're here tonight, Və and bəlkə maybe bugün that's biz you. bu vəzə qulaq asırıq Maybe that's və me. bəlkə We bu have sizə left our aiddir first və mənə love. aiddir. Bəlkə mən ilk məhəbbətimi tərk And when we etmişəm. leave that Tərk edəndə, important connection, o vacib əlaqəni tərk meaning edəndə, Christ being first, yəni then Məsihin it's like a həyatımda domino üstünlük effect. təşkil etdiyini tərk If I edəndə lose bunun that domino first effekti love, var. then I İlk lose məhəbbətimi love in my itirəndə mən relationships. I münasibətlərimdə might onda lose məhəbbət love in itirirəm. my marriage. İlk I məhəbbətimi might itirəndə lose love onda for mən my nigahda church. məhəbbətimi, kilsəyə olan It məhəbbətimi itirirəm. happens. Bu baş verir. We lose our love for Biz sharing the gospel, perhaps. Müjdəni bölüşmək məhəbbətimizi, But the good news sevgimizi is Jesus itirə says bilirik. in, Amma xoş xəbər ondan ibarətdir ki, İsa burada in verse 5 that 5-ci bənddə we can repent of deyir this. ki, biz Wow, tövbə edə that's a bilərik. that's great news. O, bu He böyük says, "I have something xəbərdir. against you, however, Yəni deyir, sənə qarşı nəyimsə var, we can amma repent of this. We can change sən bundan tövbə edə direction in our bilərsən. lives. Sən istiqaməti həyatında We can dəyişə repent if we bilərsən. lost our first Tövbə edə love. We bilərsən can əgər go ilki back, it məhəbbəti says, tərk to the etmisənsə. first works. Qayıda bilərik və this is ilk encouraging. işlərimizə Jesus qayıda says you bilərik can və get bu it çox all ruhlandırandır. İsa deyir ki, sən bütün You know, bunları the geri Spirit qaytara of God bilərsən. is speaking. Tanrının Do we ruhu have an ear danışır. to hear what he's saying Qulağımız to us? eşidirmi ruhun bizə And he repeats dediklərini? this in Və İsa all bunu seven təkrarən deyir. churches. He Bütün that bu hath 7 an kilsəyə ear, müraciətində deyir ki, qulağı spiritual olan direction. eşitsin. Ruhani Be istiqamət. attentive. Ki, diqqətli Have olaq. discernment. Ki, ayırd of what edək, you are hearing. sezək, nələri eşidirik. Because he says to him that Çünki sonra deyir overcomes, ki, qalib I gələnə will give to eat of the Mən tree of life, həyat ağacından which is in yeməyə the midst icazə of the verəcəyəm. paradise of God. Deyir, qalib gələnə Allahın cənnətində olan həyat ağacından tree of yeməyə life. imkan verəcəyəm. This is speaking of an eternal həyat reward. Ağacıdır. Bu Communion mükafatdan with God danışır. forever. Tanrı ilə ünsiyyətimiz And God əbədi desires to commune with və us Tanrı in his istəyir dwelling bizimlə places. ünsiyyətdə olsun. Onun To olduğu give məkanda back to us what we ki have bizə lost. He itirdiyimizi restores qaytarsın. what the O enemy bərpa steals. edir şeytanın, Our düşmənin God is bizdən a God of ovladığı şeyləri. restoration. Bizim Tanrımız bərpa Tanrısıdır. Amazing. Thank you. Heyrətamizdir bu, ya Rəbb, çox sağ ol buna Tonight, görə. God wants to restore Bu your axşam health. Tanrı If you sizin are sick, sağlamlığınızı bərpa etmək do istəyir, we əgər believe that xəstəsinizsə. tonight? İnanırsınızmı In this buna? room, we will Bu believe otaqda together for bugün healing for people. internetə qulaq asdıqca Because bu God is vəzə a God of biz restoration. inanırıq ki, Tanrı bizə şəfa verə bilər, çünki Let's Tanrı believe bərpa edən together. Rəbbdir. Gəlin birlikdə So inanaq tonight buna. we seek God for Biz spiritual Tanrını axtarırıq. direction, Ruhani to istiqamət bizə overcome by verməsi faith, üçün to ki biz overcome imanla qalib spiritual gələk, challenges, ki biz ruhani çağırışlara such as düzgün cavab verə losing bilək. focus on what matters the most. Ən əsas, ən vacib şeylərə Overcome diqqətimizi the itirmiş loss isə of bunu first qaytara love. bilək və And he əvvəlki commands the məhəbbətimizi church, qaytara and he bilək offers və o a kilsəyə beautiful, müraciət eternal edir reward that we will və be çox eating of gözəl the tree əbədi of life. mükafat vəd edir. Deyir ki, It biz happens by Allahın overcoming. cənnətində olan overcome həyat by ağacından yeyə biləcəyik. Bu Do we hear qələbə what the çalmağımızla, Spirit is saying? iman vasitə ilə baş Because verən Satan is always mükafatdır. going after our Şeytan ears, hər zaman isn't bizim he? qulaqlarımızı ovlayacaq ki, What we biz hear, eşitməyək Rəbdən. What we Amma focus on. Nəyə qulaq asırıq, wants nəyə us to diqqətimizi listen to veririk? our soul Şeytan istəyir ki, biz rather öz than the canımıza spirit. qulaq asaq, nəinki The Tanrının Sukhikos ruhuna. man, right? Psixikos adama In qulaq 1 Corinthians asmağımızı 1:14, istəyir. the natural 1-ci Korinflərə man, 1:14 he təbii won't insanımıza receive qulaq the asmağımızı things of istəyir the şeytan. Spirit. He doesn't have Ki the capacity. ruhdan He qəbul cannot do it. etməyək. Nəfsani insanın does he bacarığı want to. yoxdur ruhdan qulaq So the assın, soul qəbul wants etsin. to dictate. Heç bacarığı da The yoxdur. natural man wants to Və direct təbii your insan life. istəyir həyatınızı And then yönəltsin also, başqa secondly, istiqamətə. your body, Eləcə the də body. ikincisi bədənimiz Because the soul connects to the istiqamət things of verməsidir. man, Çünki and the can body connects insana to the things of the world. bağlı olan The body şeylərə is yönəldir attracted və to the bədən world, isə and the dünyaya soul is cəzb attracted olunmuş to the things olaraq of man. başqa istiqaməti These bizə are the areas yönəltmək of istəyir. temptation Bu o sahələr An sınaq opportunity for sahələrdir the enemy to və get in. düşmənin he içəriyə wants to soxulmaq üçün grieve imkan the spirit sahələridir. in us. Və içimizdə olan müqəddəs ruhu wants to kədərləndirməyə quench the çalışır spirit. düşmən. O içimizdə In olan Job ruhu 10, söndürmək istəyir. chapter 10, Eyüp verse 1 Peyğəmbərin says kitabı that 10-cu fəsil 1-ci bənddə If you live in the deyilir soul, the ki, soul could əgər get weary. canında yaşasan o da can yorulacaq, taqətdən düşəcək. Bitterness, it says, dwells Və in the acılıq soul. deyilir ki, Are canın you- içində do you go məskən through salır. times of bitterness? Və olur ki, Well, that's an vaxt indication. vaxtaşırı olaraq You're həyatınızda living in acılıq the olsun. natural man. Bu nəticədir Because əgər the soul təbii insanda can get yaşayırıqsa. In Çünki Psalm canımız 107, acılaşır. 26, 107-ci melts məzmurda in battle. 27-ci bənddə You can't deyilir fight ki, a battle canımız until- mübarizədə Hey, King solur. Saul,
Hey Şaul padşah, sən nə qarırsan orada? tarrying O, mən under the taqətdən pomegranate düşürəm. tree. Mən nar ağacının What are altında you doing there under ruhdan the düşmüşəm. pomegranate? Orada Well, nə we have qarırsan? no weapons. Nar ağacında. Çünki We silahlarımız don't have time to yoxdur. read the chapter. Chapter Biz 13, bunu fəsli oxuya chapter bilmirəm. 14, that's your 13-cü, homework. 14-cü You could read fəsilləri that sometime siz onu özünüz when you get oxuya home. bilərsiniz evinizdə What a olanda. great story. Amma The böyük bir Philistines hekayədir. took away their Filistlər weapons. onların And it says the silahlarını only ones who had ələ keçirib weapons was və yalnız Jonathan and silahı King olan Saul. bu They were the only Jonatanda, two with Yonatanda swords. bir də Şaul padşahda And idi you know, əllərində when Israel qılınc. saw that, Və many İsraillər of bunu them görəndə joined the enemy. bir çoxları düşmənə They went qoşuldu. and worked for the Philistines. Onlar getdilər They Filistlərə went and işləsinlər. integrated in Onlar inteqrasiya with the etdilər enemy of God. Allahın Isn't that düşmənlərinə. amazing? Heyrətamiz But where's mənzərə King deyilmi bu? Saul? Və Surely Şaul padşah King hardadır? Saul will give us some Doğrudan da direction. Şaul padşah bizə King istiqamət Saul verə lying bilərdi. under a pomegranate Amma tree. ki padşah And Şaul it says nar ağacının 600 altında yatır və deyir ki of 600 his nəfər warriors are with onun him. sərkərdəsi də onunla birlikdədir 600 orada. men who 600 should be kişi prepared for ki battle. mübarizə üçün, döyüş üçün hazır olmalıdılar. They Amma are enjoying oturublar pomegranates, nar wondering ağacının what we are altında nar yeyirlər və düşünürlər ki, doing. nə qarıq Amazing. biz. Soul Heyrətamizdir melts in battle. ki bizim Psalm 42 canımız verse 5. mübarizədə solur. It Məzmurda says the deyilir soul gets depressed. ki bizim The canımız natural man depressiyaya gets düşər olur. Təbii insanımız Proverbs depressiyaya düşər olur. 19:15, it gets Məsəllər idle, 19-15 bizim gets idle. canımız Is that the case avaralanır, for anyone here itir. today? Olurmu belə bir şey? Bəlkə Don't bugün get sizin həyatınızda bu down. baş verir. Yəni özünüzə If you are if you qəddar are a olmayın. weary soul today, əgər sizin canınız Don't give up taqətdən on düşübsə, because təslim God olmayın. hasn't changed Çünki towards you. Tanrı sizə dair münasibətini always dəyişməyib. remember, He Həmişə loved yadda you, He saxlayın gave His ki, life Tanrı for you. sizi sevib, Even sizin when üçün we həyatını were qurban verib. sinners, He Hətta died biz for us. günahkar ikən When we o were bizim His uğrumuzda enemies, öldü. He died. Biz onun How düşmənləri much more ikən o does He bizim love uğrumuzda and öldü. care for us Və now that onda we are daha His çox children? indi biz onun övladları olduğumuz You know, halda görün nə qədər o bizi sevir. Xilas sözü soteriya Yunan dilində Wonderful və word. sozo çox gözəl bir sözdür. Bu o deməkdir əslində, ki, xilas etmək. Yəni qurtarmaq. Bir vaxtlar gəmidə işləyirdim və axşam çağı çox qaranlıqdır okeana baxanda. Çox belə boşdur və düşünürdüm ki, əgər mən indi yıxılsam suya, kimdir məni qurtaran, xilas edən? Və sonra düşünürük ki, bu dünyadakı həyatımıza bənzər. Biz qaranlıqdaydıq, biz öz günahlarımızda batırdıq və İsa gəldi və o qurtardı bizi, o bizi sudan batdığımız vəziyyətdən çıxartdı. Və bilirsiniz, xristianlığın bir çoxu düşünür ki, İsa'nın etdiyi iş odur ki, o bizi xilas etdi, o bizə həyat deməli gödəkçəsi verdi və sonra dedi ki, indi öz yolu özün axtar tap. Bir çox xristianlar bugün belə şeylərə inanır ki, İsa bizə xilas edə bilər, İsa bizi qurtara bilər, amma bizi qoruyub saxlaya bilmir bu dünyada. Amma Bibliyalarımızı oxuyanda görür ki, bəli, o bizi qurtarır, o bizi qoruyub saxlayır və o bunu bizi kökündən dəyişmək məqsədi üçün edir. Buna görə də biz buradayıq. Biz kökündən dəyişmək istəyirik. Tanrı ilə gəzintimizdə kökündən dəyişmək istəyirik. O bizi qurtarır ki, bizi qoruyub saxlasın ki, sonra da bizi kökündən dəyişsin ki, biz öz canımızda gəzməyək və psixikes adamda gəzməyək, amma Tanrının ruhunda gəzək. Kökündən dəyişilmiş həyatda gəzək. Sonra Matta 6:22 və 23-də deyir, İsa bu sözləri deyir. O deyir, bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki nur qaranlıqdırsa, zülmət nə qədər böyükdür. Biz Tanrının işığını necə qaranlıqla şərh edə bilərik? Müəllif burada nə edir? Əgər imanla qulağın varsa, ki, müqəddəs ruhun dediyi sözü bugün eşidə bilim, onda biz bunu yalnız təbii anlayışımızla şərh edə bilərik. Və deyə bilərik ki, canımız Tanrının sözünə xüdbin ambisiyaları üçün müraciət edəcək. Bugün pastor toplantısında bugün səhər eşitdi ki, yeni imanlının tendensiyaları. Bu nədir? Bu elə bir adamdır ki, o eşidir
zəif gözlə və ya şər gözlə. Poneriya yazılır burada zəif sözü üçün. Deməli, zəif və ya burada şər, o deməkdir ki, orada gündəm var, orada xudbin ambisiya var. Və İsa Məsih Dağüstü vəzində buna müraciət edir. Kimə bunu müraciət etdirir? Yəni, qanunşünaslara və fərisələrə bu sözləri müraciət edilir. Və İsa onlara deyir, Yəhya 8-ci fəsildə, siz iblisin övladlarısınız. Niyə? Çünki onlar əslində salihliyin standartları idilər. Onlar dindar rəhbərlər idi cəmiyyət üçün. Cəmiyyətdəki insanlar onlara nümunə kimi baxmalıydılar. Və onlarda Allahın işığı var idi. Amma onlar Tanrının sözünü götürdülər, öz xudbin faydaları üçün istifadə etdilər. Onlar özləri üçün bunu istifadə etdilər. Onlar Tanrının sözünü öz salihlikləri üçün istifadə etdilər. Allah qorusun bizi ki, biz vaizlər olaraq Tanrının sözünü istifadə edək, şər gözümüz üçün, xudbin məqsədlərimiz üçün. Allah qorusun bizi ki, mənim həyatımda mən Tanrının sözünü şər gözüm üçün istifadə edim. İsa orada deyir ki, əgər belə edirsənsə, onda gör nə qədər zülmət böyükdür həyatında. Belə ki, bu şər, İsa Məsihin sözlərinin şərhi qaranlıq idi. Buna görə də İsa onlara deyir, Matta 5:20-də deyir ki, əgər bizim salihliyimiz ilahiyyatçılarla fariseylərin salihliyindən artıq olmasa, səmavi padşahlığa əsla girə bilmərik. Çünki səmavi padşahlığın salihliyi Tanrının lütfü ilə verilib. Tanrı bizə öz salihliyini sayıb, bizim əməllərimizə əsasən deyil. Onun bizə verdiyi salihliyi ona bağlıdır və onun bitirilmiş işinə bağlıdır. Ya Rəbb, çox sağ ol buna görə. Tanrı insanı yaradanda deyilir ki, o həyatı üfürdü Adəmə. Onu diri qəlb etdi, diri can etdi. Yaradılış 2:7. Və Adəm tam olanda bədəni kamil idi, ruhu və canı kamil idi. Onun canı oyanmışdı Tanrının nəfəsi ilə və o diri qəlb olmuşdu. Və Adəm diri idi hər üç amilində, bədənində. Bədəni ölüm üçün yaradılmamışdı və canında. Onun canı diri idi və o can Tanrı ilə ünsiyyətdə idi. Və o tamamilə Tanrı şüurlu idi. Amma sonra sınağa məğlub olanda, şeytana məğlub olanda, onda onun ruhu qırıldı. Məsəl üçün, telefonumuzda, ya laptopumuzda işləyəndə və ya iPad-də olanda və neysə yazmayan üstündə ekran bağlanır, qaranlıq olur. Adəmin də ruhu ilə bu baş verdi. Əlaqə kəsildi, Tanrı ilə əlaqə kəsildi. Və Adəm və Həvva gördülər ki, tənhadılar və bədən və can oldular. Və o vaxt onlar bilmirdilər, amma ölüm prosesi onlarda artıq başladı. Və bu diri can, qəlb artıq ölüm və əzablara düçar oldu. Onlar yıxıldılar və hiss etdilər ki, onlar çılpaqdılar. Və Tanrı cənnət bağında çağırmalıydı Adəmi ki, ey Adəm, hardasan? Çünki Adəm öz Allahı ilə ünsiyyətində itmiş vəziyyət idi. Amma heyrətamizdir ki, necə insan nə qədər Allahdan kənarda qabiliyyətli ola bilir. İnsan Allahsız təbiətində nə qədər qabiliyyətli ola bilir, amma bu çox təhlükəli yerdir. Çünki insan canı hər zaman öz çatışmazlıqlarına göstərəcək. Hər zaman can sənin ehtiyaclarına məsləhət verəcək. Heç vaxt təminatına göstərməyəcək işarəni. O çox belə mahir olacaq ki, öz çatışmazlığını göstərsin, desin ki, bax, nə qara bilərik, nə edə bilər. Və şeytan da gələcək və məsləhətlərini verəcək. Belə ki, bizim ruhani istiqamətimiz təbii insandan gələcək və təbii insanda hər zaman defisitlər var. Amma Yonatana baxanda, orada 1. Şamueldə dediyi kimi, bilmirik, nə qədər vaxt keçdi, bir həftə ola bilər, bəlkə bir ay ola bilər. Amma günün içində Yonatan ayağa qalxır, müəyyən bir məqamda və deyir ki, mənim əlimdə qılıncım var, mənim silahım var. Ola bilər ki, Rəbb
bizim üçün iş görəcək. Ola bilər ki, mən müəyyən ruhani istiqamət axtaracağam. Öz padşahımdan deyil, amma Allahımdan. Və o söz, iş ki, bəlkə Rəbb işləyəcək bizim üçün. O söz, iş, İbrani dilində o deməkdir ki, Tanrının yaradıcı fəaliyyəti. Tanrı bir insanı götürüb və onun silahdaşını götürüb və ilahi əməliyyatını həyata keçirə bilərmi? Ola bilərmi ki, ruhani istiqamət, bir möcüzə, kökündən dəyişilmə baş versin? Məzmur 8. Bilmirəm, əgər siz oxumusunuz o astronavtların şəhadətini ki, kosmosa qalxmışdılar və ay ətrafında dolanıblar. Çox maraqlı bir şəhadətlər səsləndiriblər. Bəzi adamlar heç inanmırlar ki, onlar ayın ətrafında olub yoxsa yox, amma biz bu barədə danışmırıq. Amma onlar yuxarı qalxıblar və ay ətrafında fırlanıblar. Onlar heyrətə gəliblər. Tanrının yaradılışına baxarkən. Bir astronavt var idi, deyilir ki, mən dindar deyiləm, amma deyir ki, gördüyümü sizə danışsam ki, insan gördüyüm işlərlə heç bir əlaqəsi yoxdur insanın. Və başqa astronavt, Victor Glover'dır adı, o başqa iş edə bilmirdi. Yaradılışa baxıb Tanrıya şükür edirdi və Zəbur 8-i dedi. Dedi ki, mən göylərə baxanda və sənin barmağın gördüyü işə baxanda insan nədir ki, sən onu düşünürsən, ey Allah? O astronavt eyni şeyə baxdı və orada insaniyyəti görmədi ki, insaniyyət bir inkişaf etmiş bir yerdədir. O gördü ki, Tanrının insan üçün qayğısı var yaradılışında və Tanrı istəyir insanı istiqamətləndirsin. Və bu adam heyrətə gəlmişdi. Tanrı bizi ruhən istiqamətləndirməyi, rəhbərlik etmək istəyir bizə. Biz Tanrısız çox iş görə bilərik. Biz ay ətrafında fırlana bilərik Tanrısız, təbii qabiliyyətimizdə. Amma yaradılış bizə göstərir ki, Tanrı var. Tanrı bizdə acılıq yaradır. Acılıq, yəni susuzluq ki, biz onu axtaraq, onu tapaq. Niyə? Çünki İsa bizə yolu göstərmək istəyir. Və Tanrının sözü də bu barədədir. Bizim Bibliyalarımız, müqəddəs kitab başlanğıcdan sona kimi bu İsa'nın insanı yönəltməsidir. İsa bizə göstərmək istəyir ki, yol odur. Və biz bunu bütün Bibliyada görürük. 13-cü məzmur ilk 3 bənddə görürük, Davud Tanrıya müraciət edir. Deyir ki, nə vaxtədək, ya Rəbb, yoxsa əbədilikmi məni unudacaqsan? Nə vaxtədək məndən üzünü gizlədəcəksən? Mən yorulmuşam həyatımda bu təbii istiqamətdən, özümdən yorulmuşam. Davud depressiyada idi. Və görürsünüz, Tanrı bizə yol göstərmək istəyir. Amma canımız bizə məsləhət verir ki, biz fərqli istiqamətdə gedək. Bizim canımız, qəlbimiz davamlı olaraq məsləhət verir. Bilmirəm, fikir vermişsiniz yoxsa yox. Davamlı olaraq bizə məsləhət vermək istəyir. Və davamlı olaraq bizi Tanrıdan yayındırmağa çalışır. Çünki canımız heç vaxt razı olmur. Can insanlara məsləhət verir ki, insanlar münasibətlərdən uzaqlaşsınlar. Görmüşəm ki, can insanlara məsləhət verir ki, onlar məsələn bədəndən uzaqlaşsınlar. Mən bunu görmüşəm. Can imkanlar tapır, səbəblər tapır ki, desin ki, bu çox çətindir ki, insanlar öz şəhvətlərinə uysunlar. Və burada bu hekayədə 1-ci Şamueldə biz Yonatanı görürük. 14-cü fəsildə ki, Yonatan ruhani istiqamət axtarır. Heç bir şeyi çətin görmür. Hekayəyə baxanda görürük ki, çox kəskin bir qayalar var idi onun ətrafında. Amma o qayalardan əlləri ilə və dizləri ilə yapışıb qalxır. Fərq etmir ki, nə qədər vəziyyət çətindir. Çünki Rəbb onunla birlikdə idi. Ola bilər ki, Rəbb bizim üçün öz işini görəcək və Yonatan öz əlləri ilə qalxır, əlində bir qılıncla qalxır o qayanı. 2-ci Korinflərə 4, 16-dan 18-ə kimi parçada. Deyir ki, bax, buna görə biz əldən düşmürük. Baxmayaraq ki, bizim zahiri varlığımız tənəzzül olur, bizim daxili varlığımız günbəgün yeniləşir. Çünki müvəqqəti istirablar, əzablar bizim üçün daha böyük bir iş görür ki, biz əbədi izzətə nail olaq. Biz qalib olaraq, biz həyat ağacından yiyəcəyik Allahın cənnətində. Və biz baxmırıq gözə görünən şeylərə, amma gözə görünmən şeylərə baxırıq. Çünki gözə görünən
şeylər temporal, but müvəqqətidir. the things which are not Gözə seen are görünməyənlər eternal. isə əbədidir. We all can live in the Biz counsel of our hamımız soul, canımızın məsləhəti where we ilə are not oturub dura functioning bilərik. in the Spirit of Nə God. vaxt ki, Tanrının When we are ruhunda vulnerable fəaliyyət göstərmirik və to zəif Satan, oluruq We live in our emotions. ki, We fall oturaq into the dincələk. Biz emotions. We emosiyalarımızın rely on our tələlərinə intellect. düşürük, öz intellektimizə We are- bel bağlayırıq. When we are in Çünki the flesh, we biz don't live cismani by faith. təbiətdə yaşayanda biz imanla So we yaşamaq look at the istəmirik. things which are Ona seen. görə gözə görünən şeylərə And Adam baxırıq. doesn't live for the Adəm də eternal things, but he's əbədi looking dəyər to üçün the yaşamır. temporal Adəm value system. And this is müvəqqəti what we are dəyər battling sisteminə every xətər day yaşayır in our və lives. gündəlik həyatımızda da mübarizəmiz Jesus budur. says, "I love you. İsa da deyir, mən səni sevirəm. I am your first love. Sənin No one əvvəlki cares for you ilk the məhəbbətinə way I heç care kim for you. sənin qayğına qaldığım kimi qalmır. Will you put Lütfən me mənim first in your məhəbbətimi life? qəbul et. Həyatımda let me mənə direct üstünlük you ver. in your life? İcazə ver ki, sənin həyatında sənə yön verim, istiqamət verim, səni sevirəm. Remember in the wilderness, Və the Israelites, səhrada İsrail God xalqı loved them. He says, dolaşırdı. in the day I will Tanrı lead you, onları sevirdi with a O deyir, cloud, ki mən and in the buludla night, in the sizi darkness, I will lead gün you ərzində with a pillar yönəldəcəyəm of fire. və axşam da alovlu sütunla Jesus sizi said, yönəldəcəyəm Follow me. qaranlıqda. İsa deyir, I mənim will lead ardımca you in gəl. the way. I Mən am the truth. səni I am the life that öz you are istiqamətinə looking for. aparacağam. Mənəm yol, həqiqət və həyat. Mənim And when ardımca people gəl. followed Christ, and Və then they followed the insanlar Məsihin apostles, ardıcı they were getdikcə called in the book və sonra of Acts, həvarilərin the people ardıcı of the getdikcə way. Həvarilərin And it işləri was not kitabında the deyilir way ki, of the soul, onlar it was not bu the way of the yolun natural adamlarıydılar man, but və it was bu the way Şaulun of yolu Christ. değildi, təbii insanın It was yolu the değildi. Bu spiritual İsa Məsihin yolu direction idi. in their Bu lives. ruhani istiqamət And idi they onların were həyatı üçün. recognized for it. Və adamlar da bunu görürdülər ki, King bunlar Saul was living Məsihin in the yolunun counsel of his adamlarıydılar. soul. Şaul öz canının He led his məsləhətinə army qulaq to asırdı. lie under the Nəticədə pomegranate. onun ordusu But nar ağacının Jonathan was altında led to go qalırdı. another way. Amma Yonatan isə And fərqli he yolla found getdi victory və by qələbə looking to qazandı. God. Tanrını axtardıqca spiritual qələbə direction. qazandı. Ruhani You see, istiqamət God aradıqca always qələbə leads us qazandı. if we are Görürsüz, living in the Spirit. əgər biz ruhda yaşayırıqsa, The Tanrı soul hər gets zaman bizə weary and rəhbərlik edir. depressed and Canımız thinks of the yorulur, deficit, taqətdən but düşür, the depressiyada Spirit olur, quickens us. çatışmazlıq hiss He edir. says, Amma ruh Romans 8:11, bizi even your mortal bodies will be canlandırır quickened by the və word of God, by Konferi the mektubu deyir Spirit ki, of God. hətta And it Romalılar sharpens our 8:11-də deyir ki, discernment. Tanrının ruhu bizim fani bədənlərimizi gümrah edəcək, oyadacaq öz qüdrəti ilə. Və əgər biz Rəbbi axtarsaq, o bizə istiqamət verəcək, o bizə qələbə verəcək. İmanla biz onu axtaracağıq. Və Şaul paşa deyilir ki, o ağac altında oturub və birdən o eşidir neysə. O, Tanrıya düşmən olan xalqın qışqırığını eşidir və baxır ki, görəsə nə baş verir. Və Tanrının düşmənlərinə xidmət edən adamlar qələbəyə qoşulublar. Bir adamın və onun silahdaşının qələbəsinə qoşulublar və onlar filişimləri qolurlar. Şaul yox, amma Yonatan və onun silahdaşı. Və Yonatan da ağzından nar ləkəsini deməli silir və deyir, hardadır keşiş, hardadır efod, gətirin keşişi, gətirin efodu, gətirin əyət sandığını, soruşun, bəlkə Tanrı bizim tərəfimizdədir. Soruşun, nə baş verir axı burada? Qələbə artıq verilib sənə. İndi isə sən Allah istəyirsən, ay Şaul. Artıq gecdir, Şaul. Çünki qələbə artıq çalınıb. Çünki Tanrının kişisi var idi. Sənin öz oğlun, Yonatan orada idi. O, fərqli məsləhət istədi. O, Rəbbi axtardı. Tanrı bizə rəhbərlik etmək istəyir. O, bizi bu dünyadan çıxarıb, yəni ayırıb. O, bizi Məsihin bədəninə gətirib, gətirməyibmi? O, bizə rəhbərlik edəcək həyatımızın qərarlarında. Əgər əbədi dəyərləri axtarsaq, müvəqqəti şeyləri kənara qoysaq, bizim canımız bizi müvəqqəti dəyər sisteminə yönəldir, Tanrı isə bizi gözə görünməzə, əbədi dəyərlərə yönəldir. Və bilirsiniz, bir gün vaxt gələcək ki, İsa bizi Ata Allahın huzurunda bizi içəriyə dəvət edəcək. Və biz səbirli olmalıyıq ki, biz bunu görəcəyik. Davud bu barədə yazıb 23-cü məzmurda ki, bəli, hətta ölüm kölgəsinin və vadindən keçsəm də mən qorxmayacağam.
Çünki sən mənimləsən. Hətta o vadidə Tanrı bizə rəhbərlik edəcək. İsa bizə rəhbərlik edib. Başlanğıcdan, yaradılışın başlanğıcından o bizə rəhbərlik edir və imanlar olaraq o bizi növbəti həyata ötürəcək. Və Bibliya bunu deyir ki, biz bədəndən xaric olacağıq və Rəbbin huzurunda özümüzü aşkar edəcək. O bizi qarşılayacaq və Allahın huzuruna bizi gətirəcək. Aman Tanrım, çox sağ ol İsa. Çox sağ ol ki, bizim rəhbərimiz sənsən. Çox sağ ol, ya Rəbb. Gəlin dua edək. Ya Rəbb, sənə şükürlər olsun. Halleluya. Bəli, ya Rəbb, biz bugün sənə inanırıq. İnanırıq ki, sən bizə yol vermək istəyirsən. Biz başqa nəyisə qəbul etmək istəmirik. Biz istəmirik bu düşmənin yalanlarına qulaq asaq. Ki, həyatımızı israf etdik və ya nəsə alınmadığı kimi sözlərə qulaq asmaq istəmirik. Ki, bizi bu sözlər yayındırmasın. Sən bərpa edən Tanrısan, sən şəfa verən Allahsan, sən qurtaran Tanrısan, sən xilas edən Rəbsən. Və əgər bugün siz bu sözü eşidirsə və Rəbb İsanı tanımırsa, Rəbb İsanı ürəyinizə çağırın və deyin, Rəbb İsa, mən sənə inanıram ki, sənsən yol, həqiqət və mənim həyatım, məni bugün xilas et. Sənə minnətdaram, ya Rəbb. İsa'nın adıyla dua edirik. Amin.